Nənələrin növbəti yayılmış məsləhətləri. Oxuyaq. Yıxıldı, ağladı, keçdi. Deməli ki, heç nə olmayıb. Bu düzgün bir məlumat deyil. Bunun üzərində durmaq istəyirəm. Əgər sizin uşağını yıxılıbsa, 72 saat ərzində uşağınızı izləməlisiniz və hər hansısa xoşunuza gəlməyən simptom olarsa da mütləq qaçıb uşağı müayinə etməlisiniz. Çünki uşağın qan sızması dərhal olmaz, amma gün ərzində, 3 gün ərzində hansısa bir qan sızma toplanar və uşaqda hansısa bir simptom olar. Mütləq diqqətli olaq və çalışaq ki, uşağımız qəti yıxılmasın. Növbəti bizim nənələrin çox gözəl belə bir məsləhətləri diş çıxarır deyə öskürür. Burnu axır. Öskürmək dişdən əlaqəsi yoxdur, amma az miqdarda burun axıntısı, boğazın qızarması mümkündür. Növbəti ana südü içir, D vitamini verməyə ehtiyac yoxdur. Yanlış bir fikirdir, çünki elə ana südündə vitamin D, bir də dəmir çox az miqdardadır. Mütləq uşağınıza vitamin D profilaktikasını aparmalısınız.